Bu gün sizlərə 3-cü bölmənin izahını verməyə çalışacağam. Başlayaq. Və çalışacağam ki, ən vacib və ən çaşdıran yerlərin izahını verim. İlk növbədə bilmək lazımdır ki, Milli Məclisin səlahiyyət müddəti 5 ildir bu öz yerində və tutaq ki, Milli Məclis seçkiləri zamanı müharibə başlayarsa, eyni zamanda, eyni vaxtda. Bu zaman təbii ki, seçkilərin aparılmasını şəffaf şəkildə imkan verməyəcək müharibə və orada vətəndaşlar səs verə bilməyəcək deyə əməliyyatların sonuna qədər seçki uzadılır. Bunu uzadan kimdir? Deməli, Konstitusiya Məhkəməsi. Deməli, müharibə başlayanda seçkilərin keçirilməsini təmin edən orqan, yəni MSK-nın Konstitusiya Məhkəməsinə müraciət əsasında Konstitusiya Məhkəməsi seçkilərin sonuna qədər, müharibənin sonuna qədər seçkiləri uzadır. Və bilin ki, Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir, noyabrın 1-ci bazar günü aparılır. 2-ci yox, 1-ci bazar günü. Və deputatların səlahiyyət müddəti Milli Məclisin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Yəni ki, şərt deyil ki, 5 il olsun. Ola bilər ki, dediyim kimi, müharibə şəraitində 5 ildən daha da artıq olsun ki, Milli Məclis səlahiyyətləri uzadılsın. Və deputatlıqların çıxarılmaları yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanların qalan səlahiyyət müddəti ilə məhdudlaşır. Misal üçün, hər hansısa bir deputat seçilib, deyək ki, 2025-ci ildə, bildiyimiz kimi onun səlahiyyət müddəti 5 ildir. Məsələn, 28-ci ildə, 2028-ci ildə hər hansısa başına hadisə gələrsə, məsəl üçün, rəhmətə gedərsə və ya fəaliyyət qabiliyyəti itirərsə, təbii ki, bunun artıq 2 il qalıb da, deyək ki, səlahiyyətin bitməsinə. Yeni seçilən məsəl üçün adı deputatın artıq deməyəcək, mən də 5 il deputatım. Xeyr, o da artıq bu çıxanın yerinə qalan 2 il olacaq deputat. Daha sonra, ümumiyyətlə, kim deputat ola bilər deyiləndə, seçkidə iştirak hüququna malik olan vətəndaş deputat ola bilər. Burada hər hansısa bir, yəni Konstitusiyadan söhbət gedir. Konstitusiyada hər hansısa bir yaş həddi, təhsil, heç biri qoyulmayıb. Yəni, Konstitusiyadan söhbət gedir ki, yəni əsas Konstitusiyadan soruşulacaq. Yəni, adicə, çobud formada desək, çobandan professora qədər seçki hüququ olan şəxs ola bilər deputat. Amma kimlər ola bilməz deputat deyilsə, bu zaman ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra, məhkəmə hakimiyyətləri səlahiyyətlərində, yəni qulluq edən şəxslər, elmi pedaqoji yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, diqqətli olun, fəaliyyət qabiliyyətsizliyi dedim, əmək qabiliyyətsizliyi yox, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, həmçinin məhkəmənin qanunen qüvvəmiş hökmü ilə hal-hazırda həbsxanada olan şəxslər deputat seçilə bilməzlər. Diqqətli olmaq lazım burada. Daha sonra, seçkilərin düzgünlüyünü yoxlayıb təsdiq edən kimdir? Konstitusiya Məhkəməsi. Diqqətli olaq. Bu həm burada da belədir, birinci seçkilərin yekunlanma da belədir. Deputatların səlahiyyətinin bitməsinə gəldik. Baxın, deməli, Milli Məclis deputatların səlahiyyət müddəti Milli Məclisin yeni çağırışın ilk iclas günü bitir. Və Milli Məclis deputatından çıxanların yerinə seçkilər onun səlahiyyətinin bitməsinə 120 gündən az vaxt qalarsa aparılmır. Diqqətlə 120 gündən. 4 ay demədim, 120 gün. Məsəl üçün, fevral olanda artıq 120 gün olmayacaq. Milli Məclisin 83 deputatın səlahiyyətləri təsdiq edilərsə, o artıq səlahiyyətli sayılır. Yəni ki, Milli Məclisdə ən azı 83 deputatın səlahiyyətləri təsdiq olunmalıdır. Məsələn, nümunə göstərək sizə, məsələn, hansısa bir dağ məktəblərində görürsünüz, ibtidai sinif olur və ya 9-a qədər olur, 6 illik olur. Niyə olur? Niyə ki, orada ümumi tam orta məktəbin olması üçün yararlı şagird sayı yoxdur, yəni kontingendir. Ona görə də ən azı 83 olmalıdır ki, artıq Milli Məclis səlahiyyətli sayılsın. Daha sonra, diqqətli olaq, çox vacib məsələdir, Milli Məclisin sessiyaları. Baxın, Milli Məclis hər il növbəti yaz və payız sessiyalarına yığılır. Və deməli, burada diqqətli olaq,
Milli Məclisin 80 deputatının səlahiyyətləri təsdiq ediləndən sonra Milli Məclisin iclas günü həmin gündən başlayaraq bir həftədən gecə olmayaraq çağırılır. Əgər seçkilər aparılandan sonra martın 10-nadək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, ilk iclas vaxtını müəyyən edən kim olacaq? Konstitusiya Məhkəməsi. Diqqətli olaq. Daha sonra Milli Məclisin növbədənkənar sessiyaları. Bax, diqqətli olun və burada çox vacib məsələlər var. Növbədənkənar sessiyaları çağıran kimdir? Birincisi, Milli Məclisin sədri. Kimin tələb əsasında çağırılacaq deyilsə, bu zaman Milli Məclisin 42 deputatın tələbi və ya prezidentin tələb əsasında çağırılacaq. Təklif deyil, tələbdir. Təbii ki, burada 42 ola bilər və çoxu da ola bilər. Məsələn, 48 də ola bilər, hətta 90 da ola bilər. Tək ki, 42-dən az olmasın. Daha sonra gəldik. Milli Məclisin növbədənkənar sessiyalarının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirilir və bu gündəlik məsələ baxıldıqdan sonra növbədənkənar sessiyaların işi bitir. Baxın, burada artıq növbədənkənar dedik, indi isə qapalı aparılmasına gələcək Milli Məclisin. Milli Məclisin sessiyaları açıq aparılır adi hallarda, amma qapalı aparıla bilər. Necə? Milli Məclisin 83 deputatın tələbi və ya prezidentin təklifi ilə Milli Məclisin sessiyası qapalı keçirilə bilər. Diqqətli olun. Burada tələbi idi ikisində də, amma burada artıq prezidentin təklifidir. Bax, çox imtahana düşür və çox diqqətli olmaq lazımdır. Gəliş bu maddəyə. Deməli, deputatların səlahiyyətlərinin məhrum edilməsi. Yəni, bir növ işdən çıxarılması. Hansı deputat işdən çıxarılır? Səlahiyyətlər məhrum edilir. Baxaq. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə münaqişə edən kimdir? Konstitusiya Məhkəməsi. Daha sonra vətəndaşlıqdan çıxdıqda və başqa ölkənin vətəndaşlığını qəbul etdikdə, baxın, diqqətli olun, 3-cü maddə çox diqqətli olmaq lazım. Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəmiş hökmü ilə məhkum olunduqda imtahanda deyilir ki, hansı halda deputat mandatından məhrum edilmir? Məsələn, adi olur ki, cinayət törədəndə, xeyr, və məhkəmənin hökmü olmalıdır, mütləq ki. Daha sonra dövlət orqanına vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq falan birinci deputat öz vəzifə maaşından başqa heç bir maaş əlavə gəlir əldə edə bilməz. Sadəcə yerin pedagog yaradıcılıq fəaliyyəti istisna olmaqla. Özü imtina etdikdə, işləmək istəmirəm məsələn. Ondan sonra 93-cü maddənin 3-cü hissəsinin tələbini pozduq. Yəni deputatlar səs vermə hüququnu şəxsən həyata keçirməlidir. Başqasının yerinə səs verə bilməzlər. Və deputat üçün müəyyən edilmiş etik davranış qaydalarını kobud sürətdə pozduqda. Baxın, deputat üçün etik davranış qaydaları çoxdur. Müəllim üçün, dövlət qulluq üçün, deputat üçün olmalıdır. Ümumiyyətlə, mandatdan məhrum edilmə bizdən asılı olan bir məsələ. Yəni ki, mən özüm istəyirəm cinayət törədirəm, mən özüm imtina edirəm, mən özüm din xadimi olum və s. Amma səlahiyyətdən itirmə isə artıq bizdən asılı olan bir şey deyil. Məsələn, kim istəyir məsələn pul itirsin, kim istəyir səhhətini itirsin, xəstələnsin. Səlahiyyətdən itirmə isə deyilik, deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunca tutulmuş digər hallarda səlahiyyətlərini itirir. Və təbii ki, həm məhrum edilmənin, həm də səlahiyyətlərini itirmənin qaydası qanunla müəyyənləşdirilir. Diqqətli olun. Deyilsə ki, məhrum edilmə bunlardır, səlahiyyətlərini itirməsi bunlardır. Diqqətli olmaq lazımdır. Daha sonra deputatların toxunulmazlığına gəldik. Bu da uzun olsa da mən qısa formada sizə belə deyəcəm ki, tutaq ki, bu adlı şəxs deputatdır. Bu cinayət törədən zaman bu adlı şəxsi tutan orqan dərhal məlumat verir baş prokurorluğa. O da, baş prokuror da öz növbəsində Milli Məclisə təqdimat verir və o təqdimat əsasında Milli Məclisin qərarı ilə həmən deputatın toxunulmazlığına xitam verilir və ondan sonra tutula bilər. Amma ümumiyyətlə deputat hər hansısa bir məsuliyyətə, izahata, sorğu-suala məruz qala bilməz. Yalnız onun razılığı olarsa ondan izahat, ifadə alına bilər. Məsəl üçün, hər hansısa bir sıravi vətəndaşlar, məsəl üçün mənlə, başqa bir müdavimlərin izahat alına bilər. Polis orqanları çağırarsa, amma deputatdan ala bilməz. Milli Məclisin iş qaydasına gəldik. Diqqətli olaq. Sual verilərsə ki, məsələn, Milli Məclisin sədrini vəzifəyə təyin edən kimdir? Deyəcəyik ki, Milli Məclisin sədrini vəzifəyə təyin edən özləridir. Yəni ki, iş qaydasını özü müəyyən edir və müvafiq orqandan yaradır. O cümlədən öz sədrini və mavillərini seçir.
digər komitələri komissiyalar təşkil edir və Hesablama Palatasını yaradır. Milli Məclisin aktlarına gəldik. Burada çox qısa maddələr var. Deməli, Milli Məclisin aktları hansıdır? Qanunlar, qərarlar və konstitusiya qanunları. Diqqətli olun, qanun, qərar, konstitusiya qanunları. Ən əsas imtahanda mütləq və mütləq düşən maddələrdən biri 94-cü ümumi qayda, 95-ci əldə etdiyi məsələlərdən mütləq suallar düşür və diqqətli olaq. Və təbii ki, burada görürsünüz 27 punkt var. Bunlar hər birisini əzbərləmək üçün bizə uzun vaxt lazımdır. Təbii ki, əzbərləməyə ehtiyac yoxdur. Burada xırda nüans var. O nüansı tutandan sonra artıq bizim üçün tam rahat olacaq və iki istisnamız var. Deməli, baxın, ümumi qayda deyəndə hər birisi burada qanundur. Və ilk 3 dənəsi bunlar 83 səslə qəbul edilən qanunlardır. Yəni hansılar? Prezident seçkiləri, Milli Məclis seçkiləri və deputatların statusu və referendum. Baxın, referendum təyin edilməsi demədim, amma referendum 83 deputatın səs verməsi ilə baş verir. Amma digər bütün məsələ, yəni bunlardan başqa bütün burada götürülən hər birisi 63 səslə həll olunur. Bax, diqqətli olun. Bu ilk 3 dənə 83 səslə, digərləri isə 63 səslə həll olunan qanunlardır. Deməli, bu maddə necədir ki, daha yaxşı yadda saxlayaq. Deməli, harada isim görsək, hərəkət görməsək, biləcəyik ki, ümumi qaydadır. Yəni, məsəl üçün, baxaq, isim nə deməkdir? Əşyan adını bildirir. Burada ən azından bir məsdərə, hərəkətə, sonun masməsi təbii ki, yol veriləməz və olmur. Baxın, dövlət təltifləri nə? İsim. Mülki hüquq obyektlər nə? İsim. Dövlət qulluğu nə? İsim. Hərbi qulluq nə? İsim. Gömrük işi nə? İsim. Hər birisi isimdir və hərəkət də yoxdur. Dövlət təltifləri. Sadəcə hərəkətsizdir. Amma bu məsələni pozan iki istisnamız var. Cinayətlərin və başqa hüquq pozuntuların müəyyən edilməsi, onlara görə məsuliyyətin təyin edilməsi. Görürsünüz, biz əvvəl dedim ki, hər birisi isimdir. Amma burada artıq deməli feil var. Həmçinin 22-ci maddəyə baxın. Beynəlxalq müqavilənin təsdiqi və ləğvi. Biraz əvvəl dedik ki, harada hərəkət yoxdursa, isimdirsə ümumi qaydadır. Amma burada görürsünüz, təsdiq və ləğvi iş var deyə istisnadır. Amma bu da bilin ki, ümumi qaydanın içərisindədir. İndi isə gəldik həll etdiyi məsələlərə. Təbii ki, burada artıq fərqlidir. Ümumi qaydada hər birisi isimdirsə, burada artıq hər birisi feildir. Harada ması məsi, hərəkət varsa, bilirsiniz ki, yəni həll etdiyi məsələ, yəni qərardır. Yəni həll etdiyi məsələ qərar formasına qəbul olunur. Və təbii ki, burada da ilk 5 dənəsi qanun formasındadır. Digərlər hər birisi isə həll etdiyi məsələ qərar formasında. Burada iki istisnamız var. Baxın, inzibati ərazi bölgüsü nə? İsim sualına cavab verirsə də həll etdiyi məsələnin içərisindədir. Və amnistiyada isimin sualına cavab verirsə həll etdiyi məsələnin içərisindədir. Başqa baxın, hər birisi feildir. Baxın, referendum təyin edilməsi, razılıq verilməsi, həll edilməsi, görürsünüz, kənarlaşdırılması. Və burada hər birisi, demək olar ki, hər birisi 63 səslə həll edilən qərardır. Amma istisnalar var. Deməli, 83 səslə nədir bu? Ombudsmanın seçilməsi 83 səslədir. Ondan sonra, baxın, impeachment qaydasında prezidentin vəzifədən kənarlaşdırılması da o artıq 95 səslə həll edilən qərar formasında artıq məsələdir. Və həmçinin burada baxın, deməli, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Apellyasiya Məhkəmələrinin vəzifədən kənarlaşdırılması isə artıq olacaq 83 səslə. Bilmək lazımdır ki, Azərbaycanda bütün məhkəmə hakimlərini vəzifədən kənarlaşdıran Milli Məclisdir. Baxın, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya məhkəmələrinin hakimlərini Milli Məclis kənarlaşdırır 83 səslə. Digər bütün hakimləri isə kənarlaşdıracaq 63 səslə. Və burada dediyimiz kimi, ancaq hər birisi 60 səslə həll edilən məsələ olsa da, istisna bir neçə məsələ fərqli səslə qəbul olunur və hər birisi feildir və hərəkətdir. Yəni, isim yoxdur. İki istisnamız var, inzibati ərazi bölgüsü ilə amnistiya. Buradan da mütləq və mütləq imtahanlara suallar düşür.